Rövşən bilirsiniz, Əsgərov Что, где, когда verilişinin ən belə ekspansiv, ən belə energetik, amma həm də ən ağıllı tarixi yəni üzvüdür. Orada bir neçə adam varsa, Druz, bilmirəm, bir ikisi də vardı, yadda qalıbsa, orada çox adam vardı, çox komandalar vardı. Amma Rövşən ömür boyu adar. İndi Moskvadan çıxıb gəlib Bakıya, Bakıdadır və Rus imperiyasının üzünə deyir ki, sən işğalçısan, bir balaca gəlin kadr baxaq, sonra mən onu belə şərh eləyərəm sizə. Baxın Rövşən. Как, знаешь, однажды Сталин сказал Любови Орловой: скажи, тебя муж, режиссер Александров, не обижает? Она говорит: neyse, gəlin belə eləyək. Bu, baxın, geyimində də Böyük Britaniyanın, köynəkdə Böyük Britaniyanın bayrağının elə bir geyinim adam. Afərin Rövşən. O Druz var, Duc var, Druz Şovçikadadır, bax, bu deyir Duc göstərir. Oranın məşhur güya Rusiyanın məşhur aparıcı, bilməm niyə məşhurdur, əlinə belə telefonlar alır, belə, güya kəskin suallar verir belə. Amma hər halda oranın məşhur blogeridir, aparıcısı da, nə istəyirsin deyin də, yəni o YouTube aparıcısıdır. Və o sual verir ki, Rövşənə, indi orada deyir, kursda uşaqlar ölür, deyir ki, onlar ölməlidirlər. Deyir, niyə? Sizin onlara empatiyanız yox. Deyir, yox, aparıb başqasını xalqın, millətin Kiyevdə, bilmirəm, Vinnitsada, Dnepropetrovskda, Odessada sən adam öldürürsənsə, o da sənə atacaq. Ona görə orada Simonyandan sual verir. Deyir, siz yazmışsınız ki, Duc deyir Rövşənə. Deyir, siz yazmışsınız ki, öz sosial şəbəkənizdə Simonyanı müharibə qurtarması asmaq lazımdır. Rusiyanın məğlubiyyətindən sonra ki, olacaq bu. 100% olacaq, görəcəksiniz. Yəni, Simonyanı asmaq lazım. Siz deyir, bəli. Və öz fikrini argumentləşdirir. Deyir, Almaniya 2-ci Dünya müharibəsindən sonra. Əvvəldir, siz ölüm cəzasını qaytarmaq istəyirsiniz, yəni konstitusiyaya. Rövşən deyir ki, ölüm cəzasını mən bu situasiya üçün deyirəm, Simonyan üçün deyirəm. Bu adam ölüm cəzasını düçar olmalıdır. Ne üçün? Deyir, bəs Hitleri, bilirsiniz də, Hitleri deyir, Nuremberg prosesində, sonra orada qazet redaktorlarını, o propagandanın başında deyən, heç vaxt adam öldürməyən insanları astılar. Çünki bütün o propaganda, o propagandon komandası Simonyanla, həmən o Salavyovlarla, həmən oradakı o bilməm Şeyninlərlə, bilməm Skarabeyvelərlə filanla, həmən o alçaqlarla burada taxtabaş zümrəsi yaradırlar. Və bütün dünyanın başını dumanlandırmağına məşğullar o imperiya. Düz deyir Rövşən. Tamamilə düz deyir. Tamamilə dəqiq və düz qiymətləndirir. Təşəkkür edirik Rövşənə. Duca verdiyi bu. Və milli qeyrəti var adamın. Haqqın yanındadır, ədalətin yanındadır. Nə olsun ki, bəs o Moskvada yaşamayıb, orada atsan qazanmayıb. Onu da desin, bəs sana biz burada çörək qazanırıq, mənim çörək. Mən Rusiyada elə adam rast gəlməmişim. Bu sözü deyən adamlar burada oturublar hamısı. Buranın taxta başlarıdır. Və buralarda harada oturublar. Elə ki, biz buradan dedik ki, qardaşlar, hardan baxdığınızı yazın. Bax, indi deyirəm sizə, yazın hardan baxdınız. Görəcəksiniz ki, bax, orada komentar oxuyun. Rostovdan tutmuş Vladivostoka kimi, Peterburqdan, Sankt-Peterburqdan tutmuş Krasnodara qədər hər yerdən yazırlar ki, Kamran bəy, düz deyirsən, biz Turancıyıq. Turancı Rusiyada oturublar. Bizim oradakı soydaşlarımız milli qeyrətli insanlardır. Onlar əziyyətlə çörək qazanırlar. Onlar min əziyyətlərdən, min təhqirlərdən, min qarşı durmalardan, onlar orada qruplaşıblar da və həmən o reketində qarşısında dayanıblar. Onlar qəhrəman insanlardır. Bəli, Rusiyada yaşayan bizim insanlarımız qəhrəman insanlardır. Onlar o sözü demirlər. Deyən orada sənələ həqiqəti danışın, biz burada çörək qazanır. Elə şey yoxdur orada. Rövşən isə onların içində daha çox pul qazananların içindədir. Yəni daha çox atsan qazanır, hörmət bir sözü necə, o belə də xoş lüboy dom. Yəni bu adam Rusiyanın məşhur insanıdır və o indi Putini tərifləsəydi, bu dəqiqə orada Simonyandan verilişindən düşməyəcəkdi və cibinə də əntiqə pul qoyacaqlar. Yox, o haqqın, həqiqətin yanındadır. Deməli, milli qeyrəti var o kişinin. Rövşən kişi adamdır.